Hamını salamlayıram. Əslində videoya bu şəkildə başlamaq istəməzdim. Ancaq yəni gördüyünüz üzrə biraz qripəm, səsim də biraz tutulub səsim və bacardığım qədər sizə vlog çəkmək istədim. Çünki məndən çox istəyirdiniz tez-tez yeni vloglar çəkməyimi. Artıq bu şəkildə davam edəcəm. Əsasən səhər və günorta saatlarında qızımın oyuncaqlarını yığışdırmağa, ətrafı sərgiyə salmağa çalışıram. Burada gördüyünüz bankalar hədiyyə bankalarıdır və bu şəkildə stikerləri diş formasında və dovşan formasında bəzəklər almışam. İnşallah ki, sabah bunlardan qəşəng hədik qabları düzəldəcəm və eyni zamanda diş çıxarma mərasimində gözəl bir parti keçirəcəyik. Hər birini bir-bir paylaşacağım inşallah. Artıq qızımın 6 ayına çox az qaldığı üçün mən də başlamışam yenidən piçenya və düyü sıyığı verməyə. Bu ikisini qarışdırıb verəndə daha rahat yeyir, fikir verirəm ki, həm də həzm problemləri daha az yaşayırıq. Kesin yapma değil mi? Ya. Bak. Bize kalıbı oldu. Bir kaşarı, dur ne katı kaşarı. Hoş geldin. Belə daha çox bəyənir, həm də qəbz olmuyor. Azizim. Ay kim oldu sana? Bayaqdan qaşığı əlimdən olmaq istəyir. Və burada gördüyünüz bu iri meyvə səbətini gəmiçi atamız bizə hədiyyə kimi göndərir. Təəssüf ki, o İncinin diş çıxarma mərasimində iştirak edə bilməyəcək, amma özü belə bir iri hədiyyə göndərib. Həm mən qrip olduğum üçün, həm də qızının axı 6 ay tamam olacaq və əlavə qidaya keçid etdiyi üçün belə bir hədiyyə göndərib, sağ olsun. İlk başta çox turş gəlir, amma sonra yaxşı olur. Qoy görüm. Allah'ım. Fərqli bunun dadı olacaq. Qurbanı. Baxın. Və indi isə İnci xanım yeməyini yeyir. Mən isə onun gecə yeməyi üçün porsiyalarını hazırlayıb bir kənara qoyuram. İsti və sərin suyunu hazırlayıram. Bundan əlavə olaraq dərmanlarını qoyuram. Çünki səhər verdiyim dərmanlardır bunlar. Günorta saatlarında İncini çölə çıxartdım, həyətdə biraz gəzdirdim. Bu da artıq axşam saatlarında gördüyümüz hazırlıqlardandır. İlk öncə məhsulları qoyacağım bu stolu. Başlayıram silməyə, təmizləməyə, daha sonra ağ süfrə sərdiyim və lazımi məhsulları artıq üzərinə düzməyə başladım. Bəzi dizayn dəyişiklikləri etdim təbii ki. Ancaq nəticə çox gözəl alındı sonda. İndi görəcəksiniz.
Ən orta hissədə tort olacaq. Sadəcə tort hələ ki gəlməyib, sabah gələcək inşallah. Paylama konfet və maqnitləri də bu şəkildə hazırlamışam və düzdüm stola. Belə qəşəng yazılar da, pankartlar da qoydum. Və burada gördüyünüz bu kiçik masanı da bacımın otağından gətirdim bir günlük. Və burada gördüyünüz kimi 3 ədəd uşaqlar üçün şampanımız var. Təbii ki, spirtli içki deyil. Arka qolsuz şampanlardır bunlar. Və pankartları da qoymaq istədim bu stolun üzərinə. Və bu stolun üzərinə başqa məhsullar da gələcək. İnşallah sabahki çəkilişdə göstərəcəm. Son olaraq videonu İnci'nin bu şirin çay içməyi ilə bitirib bağlamaq istəyirəm. Videonu bəyəndinizsə like etməyi və mənə dəstək olmaq üçün abunə olmağı unutmayın, zəhmət olmasa. Və qeyd edim ki, ikinci hissə sabah yüklənəcək.